Elhamdülillah ve salatu ve selamu ala Resulullah ma ba'd. Her bir Adem'inin sinesinde həsəd var, şək yoxdur. Kimsə onu bacardığı qədər azaltmış, kimsə söndürmüş, az saxlamış, kimsə də onu gizlədə bilməmiş, kimsə də onu büruzə vermiş, kimdəsə o fışqırmış vulkan kimi üzə vermiş. Bu həsədin olması təbii haldır, fitri cibilli haldır. Niyə görə? Çünki Allah Teala bizi burada yaratmaya baxa. Adəmin belində cənnətə yaratmışdı. Və cənnətin sakinlərinin hər biri sultandır. Hər birinin malikanəsi var. Hər birinin sarayları var. Elə saraylar ki, onu nə göz görməyib, nə qulaq eşitməyib, nə qəlb onu təxəyyül edə bilməz. Bunlar burada olmayan da fitrətdə içində ahirete iman etmeyen insanlar arasında acayip bir tenazu baş verir. Vaxırda görür ki, bunda niye var, məndə niye olmasın? Bu niye ağa olmalıdır, mən niye onun köləsi olmalıyım? Bu niye olmalıdır, yani mahdum mən olmalıyım, xadim? Bu niye olmalıdır, hakim mən olmalıyım, məhkum? İçində bir həsad var. Niyə görə? Çünkü insanın əsla mayası, yani cənnətdə yaratılıb. Cənnətdə yaratılıb, Adəm babasının, atasının belində yaratılıb. Yani cennetin sakinleri o Süfyan el-Thawri der ki İzâ ra'aytehum hasibtehum lu'lu'en menthûra ve izâ ra'ayte themma ra'ayte na'imen ve mulken kebîra. Der mulken kebîra nedir? Cennette sen onlara bakarsan orada cennetin nimetleri vəsf olunur ve onlara əzəmətli bir mülk verilib, böyük bir mülk verilib. Der mülkün təfsiri ne demektir böyük mülk? Yani cennet ehli mülkü o kadar böyüktür ki onların saltaniyetinin əzəmətindən də mələklər onların malikasına girmək üçün izin alırlar, təsəvvürlə. Yəni Allah da insanı belə yaratıb. İnsan əsli hər bir insan fitrətinə görə yəni boyun əyməz, əyilməz, işdən xidməti tələb eləyən, nəfsini sevən, övən, yüksəkdə taxtlar üzərində oturan bir sakindir. Çünki orada yaratılıb. İndi bura gəlib bu. İndi bu ahirətə iman etsə, elhamdülillah, bütün məsələlər həll olunur. O bilir ki, burada verilməsi ahirette verilecek. Ama ahirete vermeyen insanlardan korkun. Ahirete iman etmeyen insanlardan korkun. Ahirete iman etmeyen insanların həsədi Allah göstermesinde. Onların həsədi, onların gözü sizi məhv edir. Niyə görə? Çünkü o ki ahirete iman etmeyip, onun cənnəti, cəhənnəm hamısı buradadır onun zənnə görə. O fikirləşir ki, xeyirdir, bunda var, məndə yoxdur. İstəyir sənin nəqliyyatını sürdüyün araclar olsun, istəyir sənin yaşadığın şəraitlər olsun, istəyirsən bağ evlər olsun, onu məhv edir. Allah xüsus, Allah eləməsin, eyni cins, eyni millətdən olsan, sənin evində, bağında, xadimə, qulluqçu işləsə, məhv edir onun nəfsi sənə. Onun nəfsi səni məhv edir. Hansı halda onun nəfsi səni götürməz? İnsan mutmain qəlb sahibidir. Mutmain qəlb sahibi də yalnız iman əhli olur, başqa heç kim. O kəs ki, onun ümid yeri, onun yani gözlədiyi ahirətdə ki, nə fani dünya necə verib eldə alacaq, ahirətdə görsək, görək kimdir orada sultan. O insan mutmaindir. O insan inşallah xadimi də işləsə, qarolçu da işləsə, şəxsi sürücü işləsə, onun qəlbində həsəd olmayacaq. Var amma o həsəd deyil də, onu söndürüb, gizlədib, yox edib, bildin necə? Ahirətdə verəcək. Yani sen bilirsən ki, bu dünya bəla dünyasıdır, bu dünya imtihan dünyası, sınaq dünyasıdır. Linəbluvakum. Ayyukum ahsanu amela. Böylece sizi sınağa çekək. Sizden daha güzel əməl sahibi olanları seçməkdədir. Düzdürmü? Ve Allah Teala deyir ki kullu nefsin zâiqatul mevt ve neblukum bi'şerri vel hayri fitne. Yani her bir canlı ölümü dadacaktır. Biz sizi hem xeyr hem de şer ile fitneye maruz edip sınağa çekeceğiz. Fitne maruz edip sınağa çekecek. وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضًا فِتْنَةً أَتَصْبِرُونَ. Sizi birbirinize fitne, sınav, imtihan edecek. Görüp kim sabredir? Yani biz birbirimize fitne, birbirimize sınav, birbirimize belayıq. Allah Teala buna sınav çeker. Yani bir insan ki bu bölgelerle razı değilse, o insan birinci Allah'a iman etmemiş insandır. Ahirete iman etmemiş insandır. Allah Teala'nı tanımayan, Allah Teala ile əsla tanış olmayan bir insandır. Bilmir Allah Teala əf'alullah, Allah Teala işlərinə xəbər yoxdur. Ahum yaqasimun rahmet rabbik. Onlar mı Rabbinin bölgüsündən narazıdır? Zuhruf suresine bak.
Nahnu qasamna beynehum ma'işetehum fil hayatid dünya. Onlar arasında bu bölgünü, yaşayış bölgüsüne giden əslində bizik. Ha, mesele böyle olanda onda sen həsəd edəndə birbaşa ona qarşı haykır, ona qarşı isyan eləmiş olursan. Yəni sən bölgünə razı olmayanda isyan edəndə və bunu büruzə edəndə birbaşa ona deyirsən ki, sanki təbiri doğrusan, sən birbaşa ona şikayət qaldırırsan ki, ya sən düzgün bölməmişsən, haşa bakəllə. Halbuki nədir bu dünya? Qərar yeri deyil. Mamar yeridir. Keçici yeridir. Dayanacaqdır bura. Bu yer sınaqdır. Ola bilsin ki, Allah Teala bir möminə kasıbçılığı yaraşdırır ki, o kasıbçılıq onu cənnətə çatdıracaq. Bir möminə zənginliyi yaraşdırır, o zənginlik onu cənnətə çatdıracaq. Və Allah Teala hərdən qəzəbləndiyi bir qula zənginlik verər ki, o zənginlik imanı onun əlinə alsın. Sən hansını olmaq istəyərdin? Yəni, əsas nəticə bu deyil, nəticə oradır. Və axirət inancı olan insanlar mutmaindir. Axirət olan insanlar mutmaindir, rahatdır. Rahatdır, mutmaindir. Yəni, əslində ən zəngin insanlar ahirəti verilmiş insanlardır. Ahirətə verilmiş insanlar da kimlərdir? O kəslər ki, onların cənnətə girməmişdən qabaq köksünün içinə qoyulmuşdur. Onun bir Rəbbi ilə gecə xəlvətdə bir ünsiyyəti var. Oradakı olan tamı dadı bilsəydin, bilərdin ki, ən zəngin insanlar elə onlardır. Onların, yəni, subhanallah, cənnəti köksülərində gəzdirirlər özlərinə bərabər yer üzərində. Hara getsələr, elhamdülillah, bir xəlvət tapanda dəst namaz alırlar, 2 rəkət namaz qılar, Rəbbi ilə ünsiyyətə girər, səcdədə ona dua elər, onunla danışar. Oradakı olan həzz, oradakı olan səadət, mutmainlik heç bir almazda, heç bir yaqutda, heç bir zümrüddə yoxdur. Heç bir bəzəkdə yoxdur. Bəzi görsən, ahirətə iman etməyən insanlar var ki, kafirlərdən, onlar görərsən ki, yəni qoluna saat taxarlar. Bu saçı Amerika Birləşmiş Ştatlarında bir Brent marka var. Brent markanın sahibi İranlı bir insandır. Vaxtı ki, oraya köçmüş, indi Amerika vətəndaşıdır. Dünyanın ən bahalı saatları ondadır. Saatın qiyməti 32 milyon dolar. 32 milyon dolar. Markadır, insan markadır. İnsan özü istehsalçı markadır. Əsasən saatında ən yüksək karatlı brilyantlardan istifadə edir. Amma saatı varlı, zəngin eləyən bahalı daşlar, bahalı dəmir deyil. Onun markası. Həmin insanlar o saatı alırlar. Niyə görə? Düşünür ki, bəlkə bu saatı taxandan sonra bəlkə xoşbəxtliyin, saadətin dadını tamam yarata bilmiş. Gör ki, bu nə gəlmədi. O dad gəlmədi. Dad gəlmədi. Dubayda birisi var. Şeydir, kripto oligarxıdır. Yəni eynəyi brilyantdan, ayaqqabıları brilyantdan, pencəyin üstü brilyantdan. Nə bilim, hər şey brilyantdandır bu insanın. Tamam, yaxtaları, nə bilim, gəmiləri, nə bilim, təyyarələri, amma hələm də başa düşmür ki, bu səadət deyilən bir şey var, görəsən. O moşunun xoşbəxtliyi var, xoşbəxtlıq, axtaraq da durub. Bunlar da 10 gündədir. Axtaraq da durublar, hələ də tapa bilmirlər ki, bu xoşbəxtlıq deyilən bir şeyin adı varsa özü olmalıdır. Görürsən, hardadır? Onu tapa bilmirlər hardadır. Və axtardıqca da azırlar. Heç vədə tapmayacaqlar ta ki hidayət olmayacaq. Ta ki iman etməyəcək. Ta ki Allah'ı tapmayacaq. Çünki Allah Teala bizi iki əsas maddədən yaratır da. Bizim cismani tərəfimiz torpaqdandır. Ona görə bütün qizalarımız torpaqdandır. Yedilərimizə bax, hamısı torpaqdandır. Bütün yedilərimiz torpaqdan gəlir. Sən nə yeysən, nə geyinsən, nə içsən, hamısı torpaqdandır. Tamam mı? Ya torpağı verilir, ya torpağın içindən çıxır. Tamam mı? Bu nə eləsən də bu bədən yedi. Bədənin ikinci əsas elementi qalıb bax ruh. Ruh buradan deyil, torpaqdan deyil, səmadandır. Tamam mı? Allah Teala onu orada yəni yaratmış, orada yazmış, oradan göndərmiş. Bu ruh ac qalıb. Bu ruh ac qaldıqca sən heç bir zaman səadətin tamını dadmayacaqsan, mümkün deyil. Dünyanın ən bahalı saraylarında yaşa. Sən saraylarını ağ mərmərdə yox, ağ mirvardən yıxılsın. Tamam mı? Geyindiyin ayaqqabılar qızıldan və almazdan olsun. Səadət gəlməyəcək, heç gəlməyəcək. Əksinə daha da uzaqlaşacaq. Daha da köksünü sanacaq. Çünki nədir? Sən yalnız torpaqdan gələnlər ilə təmin etmirsən bir tərəfini. O da hansı tərəfidir? Cismani. Cismani, bəs ruhani, bəs onun mənəvi tərəfi, səmadan gələn tərəfi. O acından ölür, susuzdan ölür. O gəbərir. Tamam mı? Onun suyu, qidası, yeməyi, içməyi torpaqdan olanlar deyil, səmadan gələnlərdir. O da nədir? Səmadan nə gəlib? Tenzilun minər-Rahmanir-Rahim. Onun qidasıdır. O onu eşitməzsə, onu tilavət eləməzsə, onu oxumazsa, onun imamın arxasında o həzzi yaşamazsa, o rahatlıq tapacaq. Onun qidası nədir? Subhanallahi və bihamdi subhanallahil azim. Kəlmətən
Xafifeten alel lisan, thaqileten fil mizan. Ha? Subhanallah, bihamd, subhanallah. Azim. İki kelime var ki dilde çok asandır. Çekisi yoktur. Asandır. Ha? Terzide ise çekisi çok ağırdır. Allah katında çekisi ağırdır. Subhanallah, bihamdi. Diğer rivayette ve biha turzakul halaik. Subhanallah, bihamdi ile bütün halgin rızkı paylanır. Necə olmasın? Sence melekler neyle qidalanır? Bak yatmır. Nikaha girmir. Yemir, içmir, mürgilənmir, dincəlmir. Onlarda o fasiləsiz, səndə olmayan taqət güc hardan da bilsənmi? Nəyinə qizalanır? Soruşdun. Alimlər deyir ki, mələklər Subhanallah təsbihinə qizalanır. Onlar fasiləsiz təsbih edirlər. Onlar fasiləsiz təsbih eləməklə onlara qiza verilir. Allah nurdan yaratır. Ha? O nurdan yaratır. Onların qizası təsbihatdır. Hatta sonra la havle ve la kuvvete illa billah. Bütün güc ve güdret hamısı el-Kadir, el-Muhtedir Subhanahu ve Teala'dan gelir. Yani onlar Allah təsbih eləminə güc alırlar. İndi gör Allah'ta güc nə qədərdir? Hədsiz. Bütün güc ve qüvvət yalnız ondandır. Təsəvvürlə. Yani ona göre yani saadet, xoşbəxtlik yalnız Allah-u Teala'nı tapmaqdadır. Allah-u Teala'nı anmaqdadır. Yani o insanlar ki, həmin mövzuya qaydaq, yani həsəd edirlər, onlar ahirət iman etməyən sinif insanlardır. Onlar Allah əsla tanımayan insanlardır. Onlar Allah'ın nazil etdiyi kitabdan xəbərsiz olan, biganə olan, laqid olan, hiçbir xəbəri olmayan insanlardır. Onlar bu göndərilən mübarək elçini eşitməyən, görməyən insanlardır. Onlara göndərildi. Bəşirən və nefira. Cənnətlə müjdələyən və odla qorxudan. Onların heç nədən xəbəri yoxdur. Ona görə onlar fikirləşir ki, bu nətər olur, mən buna qapı açıram, bu minir. Bu da ətdən qanlandır, bağışda məni, bu da kiçiyə böyüyə gedir, mən də. Mən buna qapı açıram, bu nə olan şeydir, qapı bağlayıram. Müəllim buyurun əyləşin, bu nə olan şeydir. Mən ayaqqabılarını getirim, bunu geyindirirəm. Nətər olur? İkimiz də eyni şey deyirikmi? Və həsəd bunu məhv edir, həsəd bunu öldürür. Sən görərsin ki, həmin insanlar, Allah qorusun, əgər dinsiz, imansız insanlardırsa, əlaqsız eyni cins, yəni eyni millətləndirsə, axırda öz ağasını zəhərləyir, öldürür ya da ona cadı edir. Yəni içindəki həsəd onu məhv edir. Fikirləşir ki, nədir bu? Və təsəvvürlə o insan ona qarşı nə olar? Kobud olar, təkəbbürlü olar. Həmin insan ona qarşı nə olar? Yəni tərbiyə cəhətdən çox zəif olar, onu aşağılayar, onu alçaldar. Bir o qədər də həsədin üzərinə gəlir, intiqam və nifrət. Düzdürmü? Həmin insanla məhv olur. Ona görə mən ərəb ölkələrində çox oldum və gördüm ki, orada çox zəngin ərəb ailələri xadiməni Filippindən gətirir. Filippindən, İndonesiyadan. Yəni öz millətindən olmasın. Tamam uzaqdan gətirir və ən kasıb yerlərdən gətirir. Elə bir yerdən ki, dili ondan deyil, adəti ondan deyil, dini ondan deyil, ilgi ondan deyil. Yəni özlərini burada girovda olan, yəni bir təzyiq və qorxu altında olsunlar ki, bizə bir şər toxunmasınlar. O ilə bərabər yenə şərləri onlara toxunurdu. Əgər onlarla pis müamilə edirdilərsə, onlar da onların payını verirdi. Hətta onlar onları cad elə bilirdi, hətta onlar onları zəhərlə bilirdi. Hətta onlar, bu insan əmin-amanatlı deyil. Subhanallah. Yəni həsəd çox qorxulu bir şeydir və həsəd əməlləri yeyir. Yəni sən həsəd etdiyin insanın dalınca danışırsan, qeybətini edirsən, onu ifşa edirsən, ona böhtan iftira atırsan, olmayan şeylər ona yaxırsan. Nəticədə bir savablarını ona ötürür və günahlarını özünə toplayırsan. Sən əməllərini həsəd, odunu od yandıran kimi sən əməllərini yandırar. Allahu Ekber, həsəd çox qorxulu şeydir. Və yer üzərində ilk edilən günahlardan da biri həsəddir. Yəni iblisin kibirlə bərabər həsədi vardır. O həsəd etdi. Dedi, necə olur? O məndən aşağıdır. Vallahi aşağı deyil, o səndən üstündür. Torbaq mümbüddür. Amma odsa yandırır, yaxır, heç nə edir. Elə deyil. Hətta bu məsələdə ən səhv qiyas eləyən də iblisdir. Torpağa nə əkirsən onu verir. Torpaq mübarəkdir. Torpaq fayda verir. Gildən nələr düzəldirsən. Sən gili bəyənmirsən, gildən nələr düzəldirsən, farfor düzəldirsən, saxsı düzəldirsən, nələr düzəldirsən, elə deyil mi? Dünyada nə qədər əşyalar var ki, gildəndir, daşdandır, torpaqdandır. Torpaq mübarəkdir, nə əksən onu da çıxardırsan. Amma od yaxır, yandırır, heç də saxlamır. Ancaq məhv edir. Bu məsələdə də həsəddən gözünü gözün bağlayıb haqqı belə görməmişsin. İblis nədir? Ənə xayrı minhu. Hətta bu məsələdə nədir? Səhvdir o. Deyil, mən ondan xeyirliyəm. O havaqdan gildən xeyirli ola bilər. O gildən xeyirli deyil, elə gil xeyirlidir.
Görürsən, həsəd hərdən bəsirəti bağlayır. Görmə qabiliyyətini bağlayır. İnsan artıq haqla batili seçə bilmir. Haqla haqlı seçə bilmir. Həsəd qorxulu bir şeydir. Həsədin şərinə Allaha sığınmaq lazımdır. Həsədin ən gözəl müalicəsi Allahı tanımaq. Allaha gedən yolu tapmaq. Ona dönmək. Və Allah-u Teala'nın nazil etdiyini oxumaq və dərk etmək, tədəbbür və təfəkkür eləmək və ahirətə möhkəm iman etmək və ahirətə ümid etmək və ahirətə görə çalışmaq. Onda əsəd demək olur ki, tamamilə sönmüş və yox olmuş dərəcəsinə kimi, yəni yoxa çıxa bilir. Yəni artıq yəni sən hətta qardaşını özünə verilmə bir neməti görəndə sən onun sevincinə sevinirsən. Qardaş, Allah mübarək etsin. Maşallah, maşallah, bu nə maşallah, Allah mübarək. Amma ahirətdə iman zəif olan bunu deyə bilmir. Onlardan birine desen ki dinin maşallah, dinen tebareker rahmet, dinen Allah mübarek demir. Həsədindən demir. Demir ki həsədindən təsəvvürlə təkəbbürünə demir ki bəlkə nəfsim onu öldürər. Yazın billah. Belə şeylər var. Allah Subhanahu Teala ahirette büyük ganimet sahibi ve zafer kazananlardan etsin. Hâzâ ve sallallahu aleyhi ve sellem ala nebine Muhammed ve ala alihi ve sahbihi ecmaîn.